Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri samiti keçirilib. Gələcəyə tərəf devizi altında Naxçıvanda baş tutan tədbirin məqsədi əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir. Tədbiri giriş sözü ilə açan Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyid-Əhmədli bildirib ki, Muxtar Respublikada yeni iqtisadi istiqamətlərin formalaşdırılması, insan kapitalının gücləndirilməsi əsas hədəflər sırasındadır. Gələcəyin peşələri artıq bugündən formalaşır və bu baxımdan Muxtar Respublikada yeni istiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarının genişləndirilməsi xüsusi önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli belə bir samitin təşkilinin ölkəmizin məşğulluq siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan kapitalını, eləcə də bilik və bacarıqların gələcək nəsillərə ötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeyd edib. Yalnız bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 371 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuş, onlardan 137 min nəfəri münasib işlə təmin edilibdir. Eyni dövrdə 15.700 nəfər kiçik ailə təsərrüfatını yaratmaq məqsədi ilə özünün məşğulluq proqramına, 13.500 nəfəri isə peşə hazırlığı kurslarına cəlb olunmuşdur. Bundan başqa 205 mindən çox şəxsə peşə yönümlü məsləhət xidmətləri göstərilmişdir.